İsrail tərəfinin də məqsədi məhz müharibəni törətməkdir. Səbəb ondan ibarətdir ki, 2 ay bundan sonra İsraildə parlament seçkiləri var. Parlament seçkiləri, orada da bilirsiniz də, parlamentli respublikadır. Deməli, İsrail Knessetində 120 nəfər İsrail Knessetində 60% plus, yəni 61 deputat yeri əldə eləməlisən ki, hökuməti təşkil edəsən, baş nazir seçiləsən. Son sorğular göstərir ki, elə çoxdan göstərir ki, yəni gözlənilən parlament seçkilərində Netanyahunun şansı çox aşağıdır. Yəni, baş naziri vəzifəsini itirmək real bir təhlükə kimi bunun qarşısında durur. Ona görə də özünə xarici düşmənlər axtarır, yeni məsələni kəskinləşdirir ki, hər halda məsələn Türkiyə ilə müharibə baş versə, ya onun səlahiyyət müddətini uzadacaqlar, parlament seçkilərini təxirə sala bilərlər. Yəni, müharibə aparan ölkədə belə parlament seçkiləri, nə bilim, seçki kampaniyası, təşviqat olmaz da. Yaxud da ki, xalqda buna bir simpatiya yarana bilər ki, hətta onu təxirə salmasaydı, simpatiya yarana bilər ki, bu parlament seçkilərində qalib gələ bilsin, hakimiyyəti əlində saxlasın. Yəni, bilə-bilə, qəsdən, məsələn, belə müharibə vəziyyətinə gətirib çıxardı. Bir neçə gün bundan əvvəl Suriyanın İdlib vilayətində, deməli, Suriyanın şimal-qərb bölgəsidir. Türkiyədə çox yaxın bir ərazidir. Türkiyə sərhəddindən 70 kilometr məsafədə olan Əbu-Zuhur adlı bir dənə aviasiya bazasını bombalayıb. Təsəvvür edin ki, yəni bu Suriyanın cənubu ilə İsrail qonşuluqdadır da. Amma bu Türkiyənin qonşuluğunda olan 70 kilometr məsafədə olan aviasiya bazasını bombalamaq açıq-aşkar, yəni Türkiyənin qürurunu toxunmaqdır, onu müharibəyə cəlb eləməkdir. Ona görə də Türkiyə hökuməti də, Ərdoğan da, Türkiyənin bütün televiziya kanallarındakı şərhçilər də, analitiklər də bunu belə qiymətləndirirlər və Türkiyə dövləti də böyük imperiya təcrübəsi olan, böyük tarixi olan dövlətdir də. Netanyahunun bu tələsinə təbii ki, düşməz. Ən azı İsrailə cavab vermək lazımdırsa, yəni Ərdoğan hökuməti seçkinin nəticələrini gözləyəcək. Seçki gününə qədər İsraillə belə ciddi ordulu konfliktdən yayınacaq ki, bu Netanyahunun reytingini qaldırmasın. Bunun Türkiyə xarici siyasəti var, dövləti var, hökuməti var da. Bunlar da gözəl başa düşür. Netanyahunun bu sadə, primitiv deməli, məqsədini təbii ki, onlar da başa düşür və yəni seçki gününə qədər Türkiyə ilə İsrail arasında hər hansı bir ordulu çatışma, müharibə olmağına mən ehtimal vermirəm. Yəni, Netanyahu'ya ikinci həyat, ikinci nəfəs verməyəcəklər. Amma məsələ burasındadır ki, bax o məşhur admiraldır, pensiyaya çıxandan sonra indi Türkiyə universitetlərinin birində müəllim işləyir, Cihad Yayıcı var, çox məşhur adamdır. Onun şərhlərinə mən tez-tez baxıram. Məlum olur ki, Suriyada vəziyyət çox faciəlidir. Suriyanın demək olar ki, ağır texnikası yoxdur. Ordusu ancaq yüngül silahlarla, Kalaşnikov avtomatlarından başqa heç nəyi yoxdur. Suriyanın şimal şərqində böyük bir ərazi ki, o Kürdlərin yaşadığı bölgə idi, Deir Zordur, başqa bölgələrdir. Elə bəxtdən də əsas neft çıxan ərazilər də oradadır, Kürdlərin yaşadığı ərazilərdədir. Bu Şara hakimiyyəti təzə götürəndə, Türkiyənin də köməyi ilə orada Kürdləri neytrallaşdırırdı. Onları o Türkiyə ilə sərhəddən uzaqlaşdırmağa Türkiyənin köməyi ilə nail oldu. Amma o bölgəyə girə bilmirdi. İndi məlum olur ki, yəni oranı ki, Ərdoğan tez-tez deyirdi, Amerika dövləti Kürdlərə, PKK və SDK-ya, YPG-yə 50.000 tırdan artıq silah verib. İndi məlum olur ki, ağır texnikada verib. Onların vertolyotları var, tankları var, başqa silahları var. Və hökumətin isə, Şara hökumətinin isə yüngül silahdan başqa heç nəyi yoxdur. Böyük ciddi cəhdlə, böyük təzyiqlərlə Amerika, Trump orada hərbi əməliyyatları saxlamağa nail oldu. İndi buna deyir ki, yəni bu Kürdlər də gəlsin,
silahlı birləşmələri ilə falan Suriya ordusuna inteqrasiya olsun. Çox yaxşı, inteqrasiya olsun. Amma bunlar öz əllərində olan, ixtiyarlarında olan silahları Suriya ordusuna vermirlər. Mən gəldim, bütün nazirlərin deyək ki, belə bir ilkin şərt var ki, müavinləri Kürd olacaq, Müdafiə Nazirində müavini Kürd olacaq və bunlar əllərindəki texnikanı Suriya ordusuna verir, öz əllərində saxlayacaqlar. Günlərin bir gün məlum olacaq ki, gələcək bunlar bu dırnaqarası inteqrasiya baş versə, elə Suriya bu Kürdlərin əlindədir. Kürdlərin dövləti qurulur. Yəni o BOP planı həyata keçirilir. Bu planı həyata keçirdirlər. Onun sizlə həmişə fikir mübadiləsi aparmışıq ki, burada İsrailin planı, böyük İsrail yaratmaqdır. Onun üçün bölgədə İraqı sıradan çıxardıblar. Bölgədə iki güclü dövlət qalıb, Türkiyə və İran qalıb. Onları da sıradan çıxardırlar ki, yəni bunların o böyük orta dolu projesi həyata keçmək üçün bu ölkələr zəiflədilməlidir. Bölgədə böyük bir Kürd dövləti yaradılmalıdır ki, həm bu dövlətlər İranla Türkiyə zəiflənsin və həm də burada İsraillə Amerika bu dövləti yaratdıqlarına görə, təbii də öz mövcudluğuna görə İsrailə və Amerikaya borçlu olan Kürdistan dövləti bunun təbii müttəfiqi olacaq. Ona görə də bunu bütün gücü ilə də, Türkiyədə, İran'da bütün gücü ilə buna müqavimət göstərirlər. Adını çəkdiyiniz o Golan təpələri 1967-ci ilin 6 günlük müharibəsi zamanı İsrail tərəfindən işğal olunur. 67-ci il, hardasa 60 il bundan qabaqda. İndiyə qədər, yəni dünya ictimaiyyəti bir ciddi fikir verməli, həm dünyanın ictimai fikri həmişə İsrailin tərəfində olub. Artıq Netanyahu hökuməti, Netanyahu o qədər həyasızlaşdı ki, 1-2 il bundan qabaq dedi ki, mən Golan təpələrini ümumiyyətlə ilhaq edirəm. Əvvəl, yəni işğal altında olan ərazi idi. Yəni, bizdə Dağlıq Qarabağın işğalı kimi, Yettiranın işğalı kimində. Yəni, onun nə vaxtsa qayıdacağına bu, tutaq ki, Suriyanın ümidi vardı. Netanyahu dedi ki, 2-3 il bundan qabaq dedi ki, artıq o Golan təpələrini mən ilhaq edirəm, öz ərazimə daxil edirəm. Putinin Ukraynada apardığı müharibə kimində. Və məsələnin ən maraqlı tərəfi budur ki, və Trump da bunu müdafiə elədi. Golan təpələrinin İsrail tərəfindən ilhaq olunmasını müdafiə elədi. Necə ki, birinci dəfə oldu ki, hər hansı bir dövlətin elçiliyi, səfirliyi ilk dəfə idi ki, Qüds şəhərində gəlmişdi. Orada qəti qadağan idi. Tel Aviv, İsrailin paytaxtı Tel Aviv idi. Bütün dünya ölkələrinin səfirliləri Tel Avivdə idi. Trump bu qanunu, qaydanı pozdu və öz səfirliyini Qüdsə köçürtdü. Bir presedent yaratdı ki, artıq Qüdsü, yəni İsrailin paytaxtı eləmək yolunda ciddi bir addım atıldı. Axı bu, BMT-nin 1948-ci ildəki bu iki dövlətin yaradılması haqqında qərarında da deməli, Şərqi Qüdsün Fələstinin paytaxtı olması təsdiq olunur. Şərqi Qüds Fələstinin paytaxtı olmalıdır. Ona görə də İsrail paytaxtını Tel Aviv şəhərində salmışdı və indi bunu artıq Amerikada Trump da president yaratdı ki, artıq paytaxtı da yavaş-yavaş Qüdsə gətirəcəklər və s. Bir sözlə, nədir deyirlər, atalar demişlər, iştah diş altındadır. İsrail, yəni, ipə sapa yatmır. Bunun həddən artıq, yəni, belə azğınlaşmış rəhbəri, baş nazir Netanyahu öz fikirlərini gizlətmir də. Bax, məsələn, onunla qonşuluqda olan Livanı demək olar ki, tam işğal edir. İşğal altındadır. Məsələn, Körfəz müharibəsindən sonra bədbəxt İraqın aviasiyası demək olar ki, yoxdur. Aviasiya hücumlarından müdafiə sistemləri yoxdur. Yəni, bir dənə adi bir dənə təyyarə olsun, bir dənə vertolyot olsun, İsraildən qalxıb İraqı işğal edə bilər. Yəni, yaxın və orta şərqdə Amerikanın köməyi ilə İsrailin bu əraziləri işğal edilməsi üçün, böyük İsrail yaratması üçün tam mümbit bir şərait yaradılır. Bax, bir dənə sözlüklə heç o Erdoğana F-35'ləri də verilmədi. Verilmədi. Gəldi NATO sammitində çıxış elədi. İki dedi ki, Trump ki, veriləcək F-35'lər. Sonra oradan ertəsi gün deyildi. Həmin gün İsrailin baş naziri çıxdı, dedi ki, yəni bu orta şərqdə, o yaxın şərqdə
qüvvələr balansını dəyişəcək, filan, feşman, Türkiyə birdən qüvvətlənər, biz qalarıq belə. Və bununla da məsələ nöqtələndi. Yəni dəstək Amerikadandır və belə də təəssürat yaranır ki, bəzən belə deyirlər də mətbuatda ki, Netanyahu nə bilim qorxdu, getmədi, Trumpdan sifət görmədi, getmədi Amerikaya. Amma mənə gəlir boş-boş jurnalistlərin uydurmaları filanlardır. Yəni onların arasından necə deyirlər su da keçmir də. Yəni belə bir isti münasibətləri var. Açığını desək, müharibədə həlledici vasitə aviasiyadır, hərbi aviasiya və aviasiyada bu dəqiqə İsrail Türkiyədən üstündür. Bəli. Çünki onda F-35 təyyarələri var, hətta Yunanistana verir. Türkiyə isə müxtəlif bəhanələrlə bu F-35-ləri vermir. Uzun müddət Patriot sistemlərini Amerika öz NATO müttəfiqinə verməyinə görə Erdoğan da məcbur oldu, getdi Rusiyadan S-400 raketdən müdafiə sistemləri aldı və turpun dalı azı çıxdı. Sən vermədin bu aldı da. Başlarlar müxtəlif deməli təhdidlərə, hədə-qorxuya, sən bunları ala bilməzsən, almısansa da bunu aktivləşdirə bilməzsən, doğrudan da Türkiyə aktivləşdirməyib. Bunlar bəhanə qoyurdu ki, bu S-400-ləri aktivləşdirsən, öz müdafiə sistemini buna inteqrasiya eləsən, güya bizim aviasiyanın, F-16-nın, F-35-in sirlərini bu öyrənəcək, Rusiya bundan xəbər tutacaq, ona görə də sən bunu aktivləşdir. Çox yaxşı, aktivləşdirmədi. Və son dövrlərdə də razılığa gəlmişdi ki, Türkiyə artıq bu sistemləri başqa bir üçüncü dövlətə satacaq, ya Rusiyanın özünə qaytaracaq və Rusiyada bu sistem hərbi avadanlığı əgər səndən alan dövlət başqa üçüncü dövlətə öz başına satmaq ixtiyarı yoxdur. Əsas o silahı sənə satan dövlətin razılığı lazımdır. Mən bunu tutaq ki, başqa Azərbaycana satmaq istəyirəm, Rusiya, sən buna razısanmı? Və Putin də buna razılıq vermişdi, üçüncü dövlətə satmağa razılıq vermişdi. Beləliklə, belə sonuncu maneə aradan götürüldü, NATO sammitində falan da belə razılıq olmuş ki, F-35-ləri nəhayət ki, Amerika Türkiyəyə satacaq. Bu, hələ lap bir neçə, bəlkə bir 10 il bundan qabaq F-35-ləri Türkiyəyə verməli idi və 100 F-35 təyyarəsinin alınması haqqında müqavilə də vardı və Türkiyədə bir 2-3 milyard dollar da pul əvvəlcədən verir. Pul əvvəlcədən vermişdi ki, tutaq ki, bir 10 təyyarənin, tutaq ki, 5 təyyarənin pulu dal gələcək. Yəni, nə pulunu qaytarmış, nə təyyarəni verir, nə təyyarəni verir. Hər dəfə müxtəlif bəhanələrlə bu təyyarələri vermir. Çünki təyyarələri versə, o aviasiya sahəsindəki disbalans aradan qaldırıla bilərdi. Ona görə vermir. Ona görə Türkiyənin özünü təmkinini aparmasının bir səbəbi də budur ki, F-35-lər alana qədər hələ bu Netanyahunun nazı ilə oynaya bilər də. O bir tərəfdən də Türkiyənin çox məşhur, çox döyüş qabiliyyəti üstün olan Kaan döyüş təyyarəsi var. 5-ci nəsil Kaan təyyarəsi var. Amma bədbəxtlikdən bunun da hələ motoru hazır deyil. Yəni o tələblərə cavab verən motoru hazır deyil. Bunlar razılıq əldə eləmişdi ki, deməli, Amerikadan 40 ədəd F-16 təyyarələrinin motorunu alsınlar ki, bu Kaan döyüş təyyarəsindən bunu qoysunlar. Bunu da hələ vermirlər, yubadırlar. Ona görə də, yəni, Türkiyənin bu İsraillə öz arasındakı disbalansı aradan qaldırması mənə gəlir ki, bir 2030-cu ildən tez baş verməyəcək.